Bəs artıq təməlli bəyə köçəndə, yəni Dubaya köçəndə səni ən çox təəccübləndirən şeylər nə idi? Yəni sistem, mentalitet yoxsa insanın münasibətləri nəyə ən çox təəccüb yaranırdı Səbr. Azərbaycanla nisbətdə? İnsanlar çox səbirlidir. Səbirlidir. Bəli. Yəni ki, bizdəki kimi o ritm. Düzdür, hər bir şəhərin, hər bir ölkənin özünün ritmi var. Ancaq onların səbri, yəni ki, çox maraqlı hər bir şeyə yanaşma. İnşallah hər şey olacaq. Çox maraqlıdır ki, keçmiş Sovet respublikalarından olanda bu CIS ölkələrindən gələnlərin hamısı eyni stildə bizim kimi münasibət göstərirlər ki, həmən ruslar, belaruslar, qazaxlar, qırğızlar, özbəklər, azərbaycanlılar, ermənilər götürmürük, amma gürcülər həmən bu günlərə hər şeyi həll eləyək. Yəni ki, elə deyil, elə olmur. Hər bir şeyin özünün məqamı var və səbirlə yanaşanda daha tez alınır hər şey.